Əhl-i Beyt məktəbinin şagirdlərinin, Əhl-i Beyt tərəfdarlarının ən əsas xüsusiyyəti soruşsalar hansını deyərdim, Əli eşqidir. Onun doğum evi Kəbədir. Hansı insan var ki, doğum evi yazanda yazsınlar Kəbədir. Onun adı Əlidir. Onun adı Əli. Əli yəni uca. Uca Allahın ucalığının məhzəridir. Biz gündə namaz qılırıq, rüküyə gedirik, əyilirik o əzəmətin qarşısında. Deyirik, Subhana Rabbiyal azimi və bihamdi. Mənim Rəbbim əzəmətlidir. Səcdəyə gedirik, lap da torpaq oluruq onun qarşısında. Deyirik, Subhana Rabbiyal ə'la və bihamdi. Mənim Rəbbim ucadır. Ə'la və Əli eyni kökdəndir. Uca deməkdir, uca mənasında. İbadət nə üçündür? O əzəmət qarşısında əyilmək üçündür. İnsan Allahın əzəməti qarşısında əyildikcə Əlini tanımağa başlayır. Çünki Əli bu ucalığın rəmzidir.